Günləri artıq mərsəyə yazın, musiqisiz mərsiyə tapmayacaqsınız YouTube-da məsələn. Musiqisiz mərsiyə yoxdur artıq. Bütün mərsələrin yanında musiqi var. Musiqinin olması bir qırağı qalsın, disko tipli musiqilər var artıq. Disko tipli mərsələr deyirlər. Və bugün adların qoyurlar, yazırlar deyə şiələrin diskotekası. Bu cür bizi təqdim edirlər ki, bax şiələr budur. Göstərib deyirlər ki, deyir bax filan kəslərə baxın, oturublar Quran oxuyurlar, oturublar Allah'a zikr edirlər. Bax sizə baxın disko tipli mərsələrlə sinə vurursunuz. Bir məsələn paltarın soyunub lüt bədənə sinə vuranlar var. Məsələn biri deyir mən itəm, Əhl-i Beytin nə bilim itiyəm, belə sözlər istifadə edənlər var. Və nə qədər bu cür əməllər saya bilərik. Çoxalda bilərəm mən siyahın, amma da bəsdir, bu qədər bəsdir. Və ən qəribəsi bilirsiniz nədir? Bu deyirik ki, bunlar öz əqidəmizə ziyan vurur. Bəzi adamlar tapılır ki, dediyim kimi, sənə Əhl-i Beytə düşmənçilikdə itham edir. Sən başa sala bilmirsən ki, mənim ürəyim yanmasaydı öz əqidəmə, mənim ürəyim yanmasaydı öz dinimə, ömür billah onları tənqid edib özümü pis eləməzdim. Mənə lazımdır özümü pis eləyim. Mən bilirəm axı ki, məndən xoşunuz gəlməyəcək, çox uzun. Mən şirin qoğal olmaq istəsəydim, heç vaxt sizi tənqid eləməzdim. Canım yanır, vicdanım da belə deyə, öz əqidəm üçün tərpənir deyə, sirkələnir deyə. Mən bəzən bu mövzulara qayıdıram. İndi mən bir məsələni deyəcəyim. Bax, sözümü sona gətirirəm yavaş-yavaş. Deyirsən ki, bəzi əməllər, bu əməllər səbəb olur ki, bizim əqidəmiz ləkələnir. Qayıdıb sənə nəsə yaxşıdır. Deyir, ləkələnsin də, onsuz da deyir, düşmən nəsə tapacaq bizə yapışdırmağa, deməyə. Deyirsən ki, əzizim, gəl biz sağlam iş görək, düşmən bizim sağlam işimizi tənqid eləyəndə, biz də onların qabağında rahat, məntiqli cavab verək. Yəni, düşmən mənim tutaq ki, məsələn, bugün cümə namazı qılmaq Allahın əmridir. Düşmən gəlsin, mənim bu cümə namazı qılmağımı tənqid eləsin. Ona elə məntiqi cavablar verim ki, özü də biabır olsun. Başa salaq ona ki, sənin dediyin bu şey səfehdir. Özünün gülünc olduğunu, axmaq olduğunu, səfeh olduğunu ona başa salaq. Düşmən gəlsin məsələn, mənim həcc ziyarətinə getməyimi, gedib Kərbəlada İmam Hüseyni ziyarət eləməyimi, mühərrəm əzadarlığımı tənqid eləsin, ona məntiqli cavablar verim. Quranla da cavab verim, ağılla da cavab verim. Amma bəzi əməllər ki, bunları eləyirlər, bunlara nə mən cavab verim axı, necə cavab verim mən buna? Nə don giydirib cavab verim? Bizi də pis vəziyyətə qoyursunuz, biz də cavab tapmırıq deməyə. Biz artıq axır əvvəl deməliyik ki, bunlar biz deyilik. Bunların bizim əqidəmizdən xəbəri yoxdur. Bu insanlar cəhalət üzündən bunu edir. Cahil də hər yerdə cahildir. Mənim əqidəmdə də, başqa əqidədə də, o birisi dində də. Harada cahil varsa, o elə hər yerdə öz rəngində olacaq.